Hamımız istəyirik ki, insanlar bizi sevsin, bizə hörmət etsin və bizimlə ünsiyyətdən zövq alsınlar. Bəs bunun sirri nədir? Salam. İmam Məhəmməd Təqi əleyhissalam buyurur ki, insanların sevgisini qazandıran 3 əsas xüsusiyyət var. 1. Əl-insaf fil-müaşirə, yəni insaflı davranmaq. Bəs insaf nədir? İnsaf odur ki, insan özü üçün bəyəndiyini başqası üçün də bəyənsin. Özü üçün xoşlamadığını başqası üçün də xoşlamasın. İnsanların haqqını və əməyini insafla qiymətləndirsin. Nəfsinin istəmədiyi halda belə başqalarına xeyir verməyə çalışsın. Çünki insanın nəfsi başqalarına yaxşılıq eləməyə imkan vermir. Ona görə də nəfsin tərbiyəsi məsələsi burada da nə qədər əhəmiyyətli olduğu bəlli olur. 2. Vəl-müasat fiş-şiddə, yəni çətinlikdə həmdərd və yardımçı olmaq. Həqiqi dost və həqiqi mömin yalnız rahat günlərdə deyil, çətin günlərdə də yanında olandır. Sevimli Peyğəmbərimiz Həzrət Muhammed sallallahu aleyhi və aleyh Həzrət Əli ilə Həzrət Fatimənin ailə həyatında iş bölgüsünü özü müəyyən etmişdi. Evin daxili işlərini Həzrət Fatimə əleyhissalama, çöl və həyət işlərini isə Əli əleyhissalama həvalə etmişdi. Bir gün Peyğəmbər sallallahu aleyhi və aleyh onların evinə gəldikdə gördü ki, Həzrət Əli əleyhissalam da xanım Fatiməyə ev işlərində kömək edir. Bəli, bu ailədə həmrəyliyin, məhəbbətin və həmdərdliyin ən gözəl nümunəsidir. 3. Sağlam qəlbə sahib olmaq. Vəl-intiva və-rücu ilə qəlbin səlim. İntiva, qəlbin saflığı və insanın qəlbinin saflığına diqqət yetirməsidir. Bəli, insan daim öz qəlbini saf saxlamağa və mənəviyyata üz tutmağa çalışmalıdır. Dünya sevgisi qəlbin üzərinə çəkilən pərdə kimidir. Necə ki, yağlı əl ilə dəstəmaz almaq olmur. Düzgün deyil, çünki yağ suyun dəriyə çatmasına mane olur. Eləcə də günahlar qəlbin üzərinə həmin yağ kimi, pərdə kimi çəkilərək ilahi mərhəmət nurunun həmin qəlbə çatmasına mane olur. Bunun nəticəsində insanın qəlbi sərtləşir, insanın mərhəməti azalır, kobud, tərs və rəhimsiz bir xarakter formalaşır. Bəli, bu hədis bizə öyrədir ki, insanların sevgisini qazanmaq istəyən hər bir şəxs əvvəla insaflı olmalıdır. Çünki insaf insanların məhəbbətini özünə cəlb edir. 2. Çətinliklərdə başqalarının yanında olmalıdır. Çətin günlərdə dostu, yoldaşı, hətta tanımadığı insanları belə bunu tanımıram deyib onu tərk eləməməlidir. Və 3. Qəlbini günahlardan qoruyaraq mənəviyyata, paklığa və qəlb saflığına üz tutmalıdır. Bax, belə bir insan həm Allahın, həm də insanların məhəbbətini qazanacaq.